Sumqayıt şəhərində qanunsuz tikililərlə mübarizə tədbirləri çərçivəsində növbəti söküntü işlərinə start verilib. Belə ki, şəhərin Nəsimi adlı mədəniyyət və istirahət parkının ərazisində qanunsuz şəkildə quraşdırılmış konstruksiya sökülüb. Söküntü işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşları tərəfindən həyata keçirilib. Söküntü işləri təhlükəsizlik qaydalarına tam riayət olunmaqla aparılıb. Ətraf mühitin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ərazi nəzarətə götürülüb. Zəruri qabaqlayıcı tədbirlər görülüb. Həmçinin park ərazisində hərəkətin məhdudlaşdırılması və insanların təhlükəsiz məsafədə saxlanılması təmin edilib. Qeyd edək ki, qanunsuz tikililərin aşkar edilərək aradan qaldırılması, şəhərsalma qaydalarının qorunması, ictimai məkanların məqsədyönlü istifadəsi və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə monitorinqlə mütəmadi olaraq davam etdirilir və qanunvericiliyin tələblərinə zidd tikinti işlərinə qarşı ciddi tədbirlər görülür. Bildirilib ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikililərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və bu kimi hallara yol verən şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək. Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.